Salamlar hər kəsə. Bugün sizinlə sinif 8 bölmə 2 A variantının suallarına bərabər baxaq. Birinci sualda deyilir: hansı birləşmə ion rabitəlidir? Bildiyimiz kimi ion rabitənin olması üçün metal və qeyri-metalın olması lazımdır. A variantında H flor var, hidrogenlə flor qeyri-metaldır. B variantı natrium xlordur, natrium metal, xlor isə qeyri-metal olasıdır. İkinci suala baxaq. Hansı atomlar arasında kovalent rabitə birləşməyə əmələ gətirir? Kovalent rabitə bildiyimiz kimi qeyri-metallar arasında əmələ gətirir. Qeyri-metal olmalıdır. İndi burada baxaq, hansı elementlərimiz qeyri-metaldır. X-imiz 11-dir, X-imiz natriumdur, 11 proton olan natriumdur, 15 proton olan fosfordur, Z 20 proton olan kalsiyumdur, 9 proton olan isə flordur. İndi natrium metaldır, yəni X ola bilməz. Kalsiyum da metaldır, 3 də ola bilməz. Geriyə fosforla flor qalır. 2 və 4. 2 və 4 Y variantı olacaq. Üçüncü suala baxaq. Üçüncü sualda hansı birləşmədə hər iki element atomu dublet qaydasına uyğun gəlir? Dublet qaydasının olması üçün heliuma, proton sayı heliuma yaxın olan elementlər nəzərdə tutulur. Məsələn, litium, berilyum, bir də bor. Baxın, bir də hidrogendir ki, bu elementlərə dublet qaydasına uyğun gəlir. Baxaq, bu elementlərdən hansı var? Natrium oktetdir. HCS burada hidrogen uyğun gəlir, küküd isə uyğun gəlmir. H florda flor oktetdir, hidrogen dublet. H xlorda xlor oktetdir. Hidrogen isə dublet. Cavab A variantı. Brom H3-də isə hər ikisi dublet qaydasına uyğun gələsidir. Dördüncü suala baxaq. Dördüncü sual. Doğru olanları müəyyən edin. Silisium O2 molekuludur. Xeyr, atom kristal qəfəsidir. Bu yanlışdır. Karbon qazı ion kristal qəfəsi. Xeyr, molekulyar kristal qəfəsinə aiddir. Natrium xlor ion rabitəlidir. İon kristal qəfəsinə aiddir. Kalsiyum metal rabitəlidir. Metal kristal qəfəsinə aiddir. Cavab 3-4 D variantı. Beşinci suala baxaq. Hansı birləşmədə X birləşməsinin kristal qəfəsinin düyünlərində qeyri-metal atomları var. Qeyri-metal atomları var. Tərkibində atomlar kovalent rabitə ilə birləşir. Bu çox ehtimal ki, molekulyar kristal qəfəsinə aid olasıdır. Qeyri-metallar kovalent rabitə molekulyar kristal qəfəsinə aid edilir. Hansı ola bilməz? Deməli, molekulyar kristal qəfəsi olmasın. A fosfor molekulyar kristal qəfəsinə aiddir. B variantında qrafit atom kristal qəfəsinə aiddir və karbon qazıdır. Bu da kovalent rabitəli birləşməyə aiddir, yəni qeyri-metaldır, bu ola bilməz. Silisium O2 atom kristal qəfəsinə malikdir. Həmçinin rabitələr kovalent rabitədir, çünki qeyri-metallardan ibarətdir. Qırmızı fosfor atom kristal qəfəsinə malikdir, qeyri-metallardan ibarətdir. Cavab Y variantı. Natrium xlor olasıdır ki, burada metallar qeyri-metallardan deyil, metal və qeyri-metaldan ibarətdir. Rabitə isə ion rabitəsidir. Cavab Y variantı olasıdır. İndi 6-cı suala baxaq. Molekulyar quruluşludur, bir də qeyri-molekulyar quruluşludur. Qeyri-molekulyar quruluşlular hansılardır? İon, metal, bir də atom kristal qəfəsinə aid olanlar qeyri-molekulyar quruluşlu maddələrə aid edilir. Molekulyar quruluşlar hansılardır? İlk öncə qeyri-molekulyarı tapaq. İon 2, ion rabitəsi qeyri-molekulyar quruluşludur. Metal 3, alüminium metaldır. 5 sink, bu da metal quruluşlu maddəmizdir. Geriyə qalanlar isə molekulyar quruluşludur. 1 ilə 4. 1, 4, bir də 6. 1, 4 molekulyar quruluşludur. 2, 3, 5 isə 1, 4, 2, 3, 5 isə qeyri-molekulyar quruluşlu maddələrə aiddir. Bunun ən asan yolu qeyri-molekulyar quruluşlu maddələri bilmək lazımdır. İon kristal qəfəsinə malik maddələr ion rabitəlidir. Metal kristal qəfəsinə malik olan maddələr metal kristal qəfəsinə malikdir. Atom kristal qəfəsinə aid olan maddələri isə əzbərləməklə bilmək olar. Silisiumdur, bordur, silisium dioksiddir, silisium karbiddir, silisium karbid. Bu 4 maddə. Qırmızı qara fosfor, qırmızı və qara fosfor,
fosfor, bir də almaz, qrafit. Bunlar da atom kristal qəfəsinə aid olan maddələrdir. Qeyri-molekulyar quruluşlu maddələri öyrənin, molekülləri isə yerdə qalanlar isə molekulyar kristal qəfəsinə aid olur. 7-ci suala baxaq. NH3 birləşməsi üçün hansı ifadələr doğrudur? İyon rabitəlidir, xeyr, qeyri-metallardan ibarət kovalent rabitəlidir, doğrudur. Həm azot, həm hidrogen atomu dublet qaydasına uyğun gəlir, xeyr, azot oktetə uyğun gəldiyi üçün doğru deyil. Yalnız 2Y variantı uyğun olasıdır. 8-ci suala baxaq. 3 dənə hidrogen atomu var. Burada da bu şəkildə yerləşir. Bunun hansı X və Y müəyyən edin. X və Y və X. Burada proton sayına baxaraq X'i tapa bilərik. Proton sayını hesablayaq. Cəmi 7 protonu var. 7 protonu olan elementimiz azot olasıdır. Azot NH3. Burada da NH3. Y-də NH3. Azot NH3 D variantı. 8-ci suala baxaq. 8-ci bitir. 9-a baxaq. Kimyəvi rabitə üçün hansı ifadələr doğrudur? Kimyəvi rabitə. Atom iyonları birləşdirən elektrostatik qüvvədir, doğrudur. Atom iyonları birləşdirir. Rabitə əmələ gələrkən atomlar mütləq NSCmp6 elektron formuluna keçir. Xeyr, dubletə də keçə bilər. Sadəcə oktet yoxdur. Atomun stabil hal keçməsi ilə nəticələnir. Bəli, doğrudur. Cavab 1-3C variantı olacaq. 10-cu suala baxaq. 10-cu sualda doğru ifadəni müəyyən edin. Doğru ifadələri müəyyən edin. Təsirsiz qazların atomları bir-biri ilə birləşmir. Bu doğrudur. A variantı doğru olacaq. Siz digərlərində baxaq. B variantı natrium xlor kovalentdir, xeyr, iyondur. Rabitə əmələ gələrkən eyni elektrostatik yükü zərrəciklər bir-birlərini cəzb edir. Rabitə əmələ gələrkən eynilər deyil, əkslər bir-birlərini cəzb edir. H xlor iyon rabitəli birləşmədir, xeyr, kovalent rabitəlidir. Bütün elementlər oktet qaydasına əsasən rabitə yaradır, xeyr, dubletə də əsasən yaradır. Bəzən qayda da pozula bilər. 11-ci suala baxaq. Molekulyar quruluşlu maddəni müəyyən edin. Yəni birinci molekulları bilməmişdən qabaq qeyri-molekulları bilək. Natrium xlor iyon kristal qəfəsinə malikdir. Bor atom kristal qəfəsinə malikdir. Silisium atom kristala, silisium dioksid atom kristal qəfəsinə aiddir. Cavab B variantı karbon qazı molekulyar kristal qəfəsinə aiddir. Molekulyar kristal qəfəsində maddələr kovalent rabitə ilə birləşir və qeyri-metallardan ibarət olur. Qeyri-metal kovalent rabitə. Molekulyar quruluşlu molekulyar kristal qəfəsinin əsas xassəsidir. 13-cü suala baxaq. 13-cü sualda diaqram verilib. Oktet qaydası, dublet qaydası və hər ikisinə aid olanlar. Birinci sual, birincisi baxaq. Atomların xarici təbəqələrinə uyğun təsirsiz qazların xarici təbəqəsinə atomların xarici təbəqələrini uyğun təsirsiz qazların xarici təbəqəsinə tamamlayır. Bu hər ikisinə aiddir. Həm oktetdə, həm dubletə aiddir. Deməli, 3-ə 1 aiddir. Atomlar xarici təbəqəsi NS2 şəklində NS2 dayanıqlı hala keçir. Bu təbii ki, oktetə aid, dubletə aiddir. Atomların xarici təbəqəsi NSCmp6 dayanıqlı hala keçir. Burada oktetə aiddir. Deməli, 1-ə 3, 1-ə 3, 2-yə 2, 3-ə də 1 olasıdır. Cavab Y variantı. 13-cü suala baxaq. 13-cü sualda iyon rabitəli birləşmələr göstərilibdir. İyon rabitə də bildiyimiz bir metaldır, digər qeyri-metaldır. Birləşmədəki iyonların qısa elektron formulu bu şəkildədir. X və Y əmələ gətirdiyi Z birləşməsini tapın. Baxın, uşaqlar, burada nəyə diqqət edirik? X-imiz metal, düz deyil. X-imiz bir valentlidir. Y-imizdə kaliumumuz metaldır və bir valentlidir. X bir valentlidir. Birinci qrup elementidir. X də qeyri-metaldır və əmələ gətirdiyi birləşmələr birin birə nisbətindədir. Deməli, X-in hansı qrup elementini mən tapa bilərəm. Hansı qrup elementi tapmaq üçün bilirəm ki, burada bir valentli olubdur. Yəni, ən aşağı oksidləşmə dərəcəsi -1 göstəribdir. Kalium müsbət 1-dir. X -1 olasıdır. Çünki birin birə nisbətindədir. Birin -1 olan qeyri-metalımız hansıdır? -1 olan qeyri-metalımız NS2, NP5 şəklində. Yəni, 7-ci qrup elementi. 7-ci qrup, burada X-imiz 7-ci qrup elementidir. Bunu tapdıq, X-i tapdıq. İndi baxaq Y-ə. Y-ə baxaq.
Burada baxırıq Y3 fosfor 2-dir. Fosfor 3 valentlidir, bu məlumdur. Fosfor daha doğrusu bir dəqiqə müsbət 3 oksidaşma dərəcəsi göstərir. Müsbət 3 oksidaşma dərəcəsi göstərir. Deməli, mənfi 3. Qeyri-metal olduğu üçün mənfi 3 oksidaşma dərəcəsi göstərir. İqritimiz metaldır. Metal olduğu üçün müsbət 2 oksidaşma dərəcəsi göstərəsidir. İndi baxın. Deməli, burada iqriti tapa bilərəm. İqrit ikinci qrup elementi olasıdır. İkinci qrup elementi olasıdır, yəni metal olasıdır. Yəni elektron formulu iqritin NS2 şəklində olacaq. NS2 şəklində. İndi X-dən iqritə baxaq, görək necə əmələ gətirir. X və iqritin əmələ gətirdiyi birləşmə. X, birinci iqriti yazıram təbii ki də metal olduğu üçün. Bir dəqiqə, buradan. Deməli, iqrit metalımızdır bizim. İqrit metaldır. X qeyri-metaldır. 7-ci qrupda olduğu üçün mənfi 1 göstərəsidir. X-dən müsbət 2 göstərəsidir. 2 X-ə düşəsidir. Deməli, əmələ gətirdiyi birləşmənin formulu İqrit X2 şəklindədir. Bunun atom sayısı 3 atom sayı olacaq. Deməli, burada nə soruşulub? X, Z-in birləşməsində atomların cəmini müəyyən edin. X və Y-in əmələ gətirdiyi birləşmə. Y X2 şəklində birləşmə əmələ gətirir və 3 atoma malik olur. Cəmi 3 atomu olasıdır. İndi 14-cü suala baxaq. 14-cü sualda nə deyilir? Kalsium fluoridi əmələ gətirən ionların elektron formulunu müəyyən edin. Tamam, elektron formulunu tapaq. Kalsium fluoridin. Baxın, yazıram. Kaliummu, kalsiumuna baxaq. Kalsiumdur. Kalsiumu yazaq. Kalsium bildiyimiz kimi ikinci qrup elementidir. Müsbət oksidaşma dərəcəsi göstərir. Bura müsbət 2 yazıram. Bura mənfi 1 yazıram. Və birləşməmizin cəmi 0 olmalıdır. Baxın uşaqlar, burada kalsium metaldır, elektron verəndir. Elektron formulunu yazıram. 20 kalsiumdur. Cəmi xarici elektron qrafik formulu, elektron formulu 4s2-dir. 4s2-də bu xarici təbəqəsində olan elektron nüvə tərəfindən az cəzb olunur. Az cəzb olunduğu üçün rahatlıqla elektronu verə bilir. Verdiyi zaman kalsium müsbət 2 olur. Deməli, kalsium 2 elektronunu verdi. Kalsium müsbət 2 oldu. Olası da elektron formulu 3s2 3p6. Kalsiumun elektron formulu bu şəkildə olasıdır. İndi flor. Flor qeyri-metaldır, elektron alandır. Baxın, burada kalsium 2 elektronunu verdi. Hər birini bir flor atomuna. Flor atomunun 9 flor yazırıq. 2s2, 2p5 şəklindədir. Kalsiumun 2 elektronunu hər bir flor atomu qəbul edəsidir. Flor mənfi 1 olasıdır. Onun da elektron formulu bu şəkildə olasıdır. 10 elektronlu 2s2, 2s2, 2p6 şəklində olacaq. Deməli, kalsium 2 elektron verdi. Flor isə hər biri 1 elektron alaraq 2s2, 2p6 şəklində oldu. 3s2, 3p6, 2s2, 2p6. Cavab biri 2, digəri isə 3-dür. 15-ci suala baxaq. 15-ci sualda nə deyilir bizə? X və Y atomları birləşmə əmələ gətirərkən elektron sayı qrafikdəki kimi dəyişir. Baxaq, elektron sayı. Deməli, Y-in elektron sayı bu da A+2-dir. X-inki isə A olasıdır. Yəni, 2 say olaraq 2 dənə fərqli olasıdır. X də A-dır, Y də A+2-dir. X3, Y mənfi 3 ionlarını əmələ gətirdiyi X-Y birləşməsinin molekulunda 28 elektron olarsa, A-nı hesablayın. Çox rahat birləşmədir, çox rahat sualdır. X-Y birləşməsi əmələ gətirdi, yəni 1-in 1-ə nisbətindədir. Yazırıq, X-Y bərabərdir 28-ə. X-in yerində A durur, A+, Y-in yerində A+2 durur, bərabərdir 28-ə. 2A da bərabərdir 26-ya. A da bərabərdir 13-ə. Deməli, A'mız, X-imiz 13-dür. Y-imizin proton sayı isə 2 dənə çoxdur, 15. Bəli,
İkisimiz metaldır. Üçüncü grup elementi alüminyumdur. Alüminyum müsbət 3 oksijen dərəcəsi göstərir. Üçüncü grupdur, metaldır. 3 elektronunu verərək müsbət 3 olur. İqrit isə 5-ci qrup elementidir. 5-ci qrup elementidir. Fosfordur. Fosfor isə elektron alaraq -3 oksijen dərəcəsi göstərir. Deməli, A'mız neçə oldu burada? A'nı hesablayın. 13 olacaq. 13. 16-cı suala baxaq. Burada elementlər verilibdir. Stabil halda elektron formulları verilibdir. Elektron formuluna uyğun iyon verilibdir. Baxın, kükürdün 16 elektronu var. Düz deyil, 16 elektronu var. Və burada neçə elektron verilibdir? 10 elektron verilibdir. 10 elektron verilibsə, burada kükürd -2 ola bilməz. 10 elektron var idisə, burada neçə ola bilərdi? Müsbət 6 olardı. Bu da mümkün deyil. Müsbət 6 olmalıydı. Kükürd 16 elektron protonu var burada. Neçə elektron var? Cəmi 14. 14 olduğu üçün burada müsbət 2 olmalıydı. -2 yazılıbdı. Deməli, 1-lə 2 yanlışdır. Kalsium 20 proton var. Elektron sayına baxaq. 18 elektronu var. 18 elektronu olduğu üçün kalsium müsbət 2 olmalıdır və doğru yazılıbdı. Deməli, 3 doğrudur. 17 xlor var. Burada da neçə elektron var? 18 yenə elektron var. 18 elektronu var olduğu üçün 17 proton, 18 elektron -1 olmalıdır. Burada doğrudur. Deməli, doğru cavablar 3 və 4. 3 və 4 doğrudur. 17-ci sual açıq tipli suallardır. Kristal qəfəsinin tiplərini müəyyən edin. 1, 2, 3. Yazaq, atom kristal qəfəsi atomlara hansılar aiddir? Y variantı silisium dioksid. İyon kristal qəfəsinə iyon rabitəli birləşmələr aiddir. 2-yə 1 aiddir. Başqa da varmı? Yoxdur. Metal kristal qəfəsinə natrium aiddir. Natrium mis metala aiddir. Ca, C'yə. D-dəki molekülər kristal qəfəsə aid edilirdi. Deməli, 1-ə Y, 2-yə B, 3-ə A ilə C aiddir. 18-ci suala baxaq. 18-ci sualda kalsium və fosfor iyonun əmələ gətirdiyi birləşmənin formulunu müəyyən edin və birləşmələrdə atomun sayını müəyyən edin. Tamam. Kalsium müsbət 2-dir. Fosfor -3-dür. Deməli, müsbət 2, bu 2 bura düşəsidir, bu 3 də bura düşəsidir. Atom sayda 5 olacaq. 19-cu suallar. Anaqramları tamamlayın. Birincisi dublet olacaq. Dublet. İkincisi rabitə. Üçüncüsü də atom kristal qəfəsi. Atom kristal qəfəs. Qəfəs olacaq. Qəfəs. 20-ci suala baxaq. 20-ci sualda deyilir. Maqnezium və xlor atomlar arasında əmələ gələn birləşmənin formulunun oktat qaydasına əsasən tərtib olunma mexanizmini, bir də birləşmənin formulunu yazın. Baxın, buradan davam edək. Kalsiumdur. Kalsiumun əmələ gətirdiyi birləşməni yazaq birinci. Maqnezium xlorun əmələ gətirdiyi birləşmə. Maqnezium xlor. Maqnezium ikinci qrup elementi müsbət 2 göstərilir. Xlor 7-dir, -1 göstərir metallarla. 2 bura düşəsidir. Maqnezium xlor 2. İndi baxın, maqneziumun elektron proton sayı 12-dir. Maqnezium proton sayı 12 necə olasıdır? 3 S2 formulunda olasıdır. Bu xarici təbəqəsində olan elektronlar rahatlıqla verdiyi üçün maqneziumun elektron formulu bu şəkildə olasıdır. 2S2, 2P6. 2 elektronunu verir. Bax, bu 2 elektron getdiyi üçün maqnezium müsbət 2-dir. Elektron mənfidir. Mənfini verir, müsbətə yüksəlir. Deməli, maqnezium müsbət 2 olur. Maqnezium 2 elektronunu verir. Elə 2 elektronunu verdiyi üçün hər biri xlor atomuna gedəsidir. Xlor atomu 17 protonu var. 17 protonu var xlorun. 3S2, 3P5 şəklindədir. Maqnezium hər bir 2 elektron verir, hər birini bir xlor atomuna verir. Xlor 17-də, burada 18 elektron olasıdır, -1. Bir elektronunu bir xlor götürəsidir, 3S2, 3P6 şəklində.
olasıdır. Digər xlorda isə həmin xlor -1 3s2 3p6 şəklində olacaq. İndi nə deyir burada? Birləşmənin formulunu yazın. Magnezium xlor 2 formasında olasıdır.